Rüstəm və qarışqalar. Yenə də məğlubiyyət. Bu ay ərzində 6-cı məğlubiyyət. Rüstəm tövşüyə-tövşüyə döşəyin üzərində oturdu. Əli ilə alnının tərini sildi. Onun rəqibi sevincək halda zalın ortasında dayanmışdı və məşqçi ilə nə haqdasa danışırdı. Rüstəm dözə bilmədi. Zaldan çıxdı. Bir də bundan sonra o güləşlə məşğul olsunmu? Özü də 6 məğlubiyyətdən sonra? Yox, bəsdir. Rüstəm döngəyə necə gəlib çatdığını hiss etmədi. O, arxın qırağında yekə qollu budaqlı ağacın kölgəsində yerləşən çayxananın yanına gəlib çatanda kimsə onu səslədi. Rüstəm, əzizim, gəl çay iç. Bu, onun dayısı idi. Ay qoçaq, axır ki səni gördüm. Nədənsə bizi lap unutmusan. Bizə heç baş çəkmirsən. Dayı evdəkilərin hal əhvalını soruşdu. Rüstəmin qulağı onda olsa da, gözü qaynaşan qarışqalarda idi. Bəziləri taxıl dənlərini çəkə-çəkə aparır. Bəziləri cəld yuvasına girib yox olur. Sonra yenə yuvasından çıxır, harasa qaçıb gedirdilər. Rüstəm ayaqqabısının burnu ilə yeri eşəliyib yuvanın ağzına torpaq doldurdu. Biraz keçmiş, qarışqalar yenə özlərinə yol açdılar. Rüstəm qarışqa yuvasının üstünə yenə də torpaq töküb bastırdı. O bir stəkan çayı içib qurtarmamışdı ki, qarışqalar yenidən üzə çıxdılar. Rüstəm heyran-heyran qarışqalara baxırdı. Oğlan başa düşdü ki, onların üstünə 100 dəfə də torpaq töksə, qarışqalar yenə özlərinə yol açacaqlar. Ertəsi gün Rüstəm səhər tezdən idman zalında idi. O məşq edirdi. Artıq qələbə qazanacağına inanırdı.